Deməli belə. Digər axşam üçün xonça hazırlıqlarımızı eləyirik. Bu konfet belə balaca patmasa yığmışam. 2 kilodur. Qarışıq belə konfet yığmışam. Və üzərinə də belə bir padarka almışam. Dəsmal naboru. İndi belə xonçaya bükəcəm. Bizim adətdir digər axşamında xonça aparmaq. Daha sonra mamam üçün də bir səbət hazırlayacağım. Bu da ikinci mamam belə səbətdə götürmək istədi. O da belə dəsmal alıb. Çox qəşəngdir, qaşlı falan xoşuma gəldi. O da belə bir üzərinə hədiyyə dəsmal alıb. Bunu qoyum indi hələ ki bura. Daha sonra bir bu konfetdən almışdı, onu tökmüşəm. Hamısını töküm bir yerə qarışdırım. Onda bunun içində töküm hamısı. Belə. Yox, heç nə olmaz. Bu belə. Bu da üzərinə. Belə. Bunlar götür Aliş. Bu da üzərinə. Qarışdır indi. Mama üstten dəsmalı qoyum da, altdan töküm. Hə, yığ ürəyim, yığ. Bunlar üstə qoyaq. Hə? Bunlar üstə qoyaq. Hə, yox, üstə altdan fərq yoxdur. Hə, qarışıq yığ. Yığ. Bahalı konfetlər. Aha. Bəli, xala, bunu da belə qoyacağıq. Aha, bunu da biz belə qərar verdik. Daha sonra bunu biraz ortaya çəkək. Hə, tut belə, o tərəfi də gətir. Hə, elə. İstərsən çək, mən bağlayım. Yaxşı. Bəli, xalalar, indi xonçamız hazırdır. Anam düzəltdi. Biri nənəmin, biri də anamın. Belə. Burada yeni ilə görə şey eləmişik. Bəli, xalalar, 2 dənə. Bu anamındır, bunu mən tutacağım. Bu da nənəmindir. Bunu nənəm sardı yəqin ki. 29'u toydum. Sağ olun, ben gittim. Xonçalarımızı da götürdük. Səsinə gedirik. Hava da yağışlı. Bizi gördü. Yağış yağacaq bugün. Belə qızlar da arxada. Gedirik digər axşamına. Xonçamızın da biri orada. Bu da kocam. Yavaş-yavaş gedirik, hələ çatmamışıq. Səsim indidən tutulub, soyuq olub deyəsən. Belə. Bu tərəfə az yağır, bizi tərəfə çox yağırdı.
Bir daha sizi salamlayıram. Deməli, o videonun davamı çəkirəm. Orada çox uzun uzadı video çəkə bilmədim. 6 dəqiqəlik, 5 dəqiqəlik bir video çəkim etmişəm. Səsimə görə üzr istəyirəm. Tutulub səsim. Həm qonaqlar çox idi, baş qarışı idi, kömək lazım idi. Yəni video çəkmək özü adden işdir də. Ona görə çəkə bildiyim qədər çəkdim. Şükür Allaha, toyumuzda sağ-salamatlıqla başa vurduq. Hər şey çox gözəl oldu. Çox gözəl əyləndik, dedik, güldük, oynadıq. Allah hər zaman qardaşımı xoşbəxt eləsin. Ömürləri boyu istədikləri kimi yaşasınlar inşallah. Oğul, qız toyu görsünlər, övlad sahibi olsunlar, nəvə nəticə sahibi olsunlar inşallah. Həmçinin bütün subaylara qismət olsun. Siz hamının subaylarına qismət olsun. Bugün də 31 dekabr bayramdır, bayram günüdür. Dəfələrlə bugün videoda təbrik eləyəcəm sizi. Təbrik edirəm. Yeni iliniz 2026 uğurlu olsun, düşərli olsun. Evlatlarınızla, ailənizlə, sevdiklərinizlə bir yerdə çox gözəl bir il olsun. At ili mənim ilimdir, qızımın ilidir. At muraddır. Arzu edirəm ki, hər biriniz muradınıza çatasınız inşallah. Biz yəni deyirəm toyun yorğunluğu, ciyər axşamının yorğunluğu heç nə etmirik. Yəni demişdim bu il ətraflı bayram keçirtmirik. İndi Aylin çoxumuzun adı durduq ayağa ki, görək anamla nə edirik. Belə stoliçni üçün kartof və kök qoymuşam bişməyə. Bu stoliçni eləyəcəm. Bir də qarğıdalı ilə kök salatım var. Mənim bu yaxınlarda da hazırlamışdım. Bir də Aylin ondan istəyir. Ona qarğıdalı əlavə edəcəm. Əslində mən ona qarğıdalı əlavə eləyəndə qoz da əlavə eləyirəm. Amma indi qoz ləpəm yoxdur. Sındırmağa da heç halım yoxdur. Ləpə biraz var. O qovrulmuşdu. Stol üstü içində də. Sındırmayacağım. Elə yəni qarğıdalı ilə eləyəcəm. Hər şey qatanda çox gözəl alınır kələm salatı. İndi bilmirəm sevənlər var, yoxdur. Qaynasını stoliçini hazırlayayım. Stoliçinin kələm salatı. Qaynanam çox gözəl hündüşka göndərib. Hündüşka qızardacağım, toyuq qızardacağım, bir də düyü və salam, başqa heç nə. Yüngül də evdə olanlardan süfrə quracağım Aylin üçün. O uşaqdır, o istəyir. O birisi qızlar yorulub hərəsi bir tərəfdə telefona baxırlar. Keçək hazırlıqlarıma. Bütün ərzaqları doğradım, hamısını qarışdırdım. Bir dəfə, indi də mayonezini əlavə edəcəm, mayonezlə qarışdıracağım. Eləyəm mayonez. Aha, tök. Mən də töyüm də. Eyb yox da, eyb yox, qoy o töksün. Mən də töyüm. Bırax o da töksün. Hə, indi qalanı sən tök. Sən tökməsən olmaz, sənin əlin dəyməsə olmaz. Aferin sana. Vəzir ha. Stoliçnimiz hazırdır, paytaxt salatımız. Qoyaq xaladinka, keçid edək kök salatımıza. Bəli ha, salatımız hazırdır. Elə.
Deməli belə bütün ərzaqları doğradım. Kələm, kök tiyorkadan keçirdim, qarğıdalı, kişniş, şüyüd, qırmızı soğan, daha sonra limon suyu sıxmışam, mayonez əlavə edəcəm, yaxşı duz istiyor, yaxşı qarışdıracağam. Bu dəfə əlavələr etdim kələm salatıma. İndi başlayaq qarışdırmağa. Çox dadlı, ləzzətli, artımlı salatlı. Aha, hamısı sıx, Fidan kömək eləyir bizə. Aha, bəsdir. Saxla. Qoy qarışdırım. Və belə dediyim kimi biz bayram bu il həm toy oldu, həm başımız çox qarışıq oldu. Demək olar ki, restoranda elə həmişə bütün günü yeyib içməklərdə, qonaqlıqlarda olmuşuq bu ara. Ona görə ətraflı keçirtmədik. Elə evdə olanlardan gördüm Aylin çox mızıldayır ki, mama bayram nəysə bişirək. Biz də tez bazar mamamla durduq, belə aş bişirdik. Ondan sonra kişmiş falan uşaqlar istəmir. Belə kələm salat elədim, staliçini heç hələ qoymamışam, yadımdan çıxıb. Bu hissə hündüşkadır, digər hissə isə toyuqdur. Belə nə bilim konfet, ləpə qoydum biraz. Burada soklarımız, meyvəmiz, göyərtimiz. Aylin üçün kiçik bir süfrə qurmuş olduq ki, Aylin könlü kök olsun, könlü açılsın. Belə, hamının bayramını təbrik edirəm. Neçə belə illərə, bayramlara çıxıb. Hamını ürəkdən təbrik edirəm. Həmişə süfrələriniz bol ruzili olsun, bərəkətli olsun. Hamınızı təbrik edirəm. Ailişlə bir yerdə. Ayliş. Hala yeninizi təbrik edirəm. Mama desən də. Yeninizi təbrik edirəm hamısını, canlarım mənim. Sizə uzun ömür, can sağlığı arzu. Mən şirin nimət olan can sağlığı arzulayıram. Bir də ruzi bərəkət. Amin. Çox sağ ol mama. Belə, bu da Aylişin kiçik süfrəsi. Dediyim kimi bir forma yeməklədir. İndi staysimizi də gətirib töküb qoyacağam. Qoymamışam. Belə. İnşallah növbəti videolarda, vloglarda görüşərik. Hələlik. Hamınızı öpürəm. Bayramınız bir daha mübarək.